Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Xudafərində qazıntı aparan şəxsin meyidi tapıldı. Həmədanlı müəllim təhlükəsizlik idarəsində dindirilib. Tramp, yaxın şərq ölkələri İrana görə böyük təhlükə altındadır. Trumpın köməkçisi İrana fəlakətli nəticələr barədə xəbərdarlıq edib. Danışıqlardan sonra Rusiyaya qarşı sanksiya çağırışları güclənib. İndi isə daha ətraflı. Tehranın evin həbsxanasında saxlanan Azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvinin müalicəsinə icazə verilmir. Məlumata görə Nəqəvinin vəziyyətinin ağır olmasına, onun təcili cərrahi əməliyyatı barədə həkimlərin rəyinə baxmayaraq, həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsi ilə razılaşmayıb. Qeyd edək ki, Tahir Nəqəvi 2024-cü il fevralın 6-sında Kərəc şəhərində həbs edilib. Təhlükəsizlik məmurları fəalların evinə hücum edib, onları saxladıqdan sonra evlərində axtarış aparıb və ona məxsus bir sıra şəxsi əşyaları müsadirə ediblər. Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Nəqəvini hökumətə qarşı təbliğat və milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaqda günahlandırıb, ona 6 il həbs cəzası verib. Urmu gölü bugünə kimi misli görünməmiş quraqlıq və acınacaqlı dövrünü yaşayır. Təbriz mediasından bildirilib ki, bundan əvvəlki dövrlərin may ayında gölün su və sahəsinin bu səviyyədə azalması qeydə alınmamışdı. Qeyd edək ki, aprel ayında yayılan məlumata görə göldə ekoloji problem davam edir və son mövsümi yağışlara baxmayaraq hazırda Urmu gölündə olan su həcmi 1 milyard 340 milyon kubmetrdir. Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır. Mayın 11-də tarixi Xudafərin körpüsündə qanunsuz qazıntı aparan şəxsin Araz çayında meyidi aşkarlanıb. Təbrizin Azərcümən nəşrindən bildirilib ki, meyid Xudafərin körpüsündən 500 metr aşağıda dəmir körpünün 30 metrliyində tapılıb. Xilasedicilərin hələlik kimliyi məlum olmayan şəxsin meyidini çıxarmaq üçün əməliyyat apardıqları bildirilib. Qeyd edək ki, mayın 11-də saat 04:00 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidmət ərazisində Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub. İran ərazisindən Xudafərin körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar. Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər 3 nəfər isə İran ərazisində saxlanılıb. Təqaüddə olan Həmədanlı müəllim və Həmədan müəllimlərinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü İrəc Ənsari Təhlükəsizlik İdarəsində dindirilib. Məlumata görə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Azərbaycanlı müəllimin evində axtarış apardıqdan bəzi şəxsi əşyaları müsadirə etdikdən sonra onu özləri ilə idarəyə aparıblar. Bir neçə saat dindirildikdən sonra İrəc Ənsari girov qarşılığında sərbəst buraxılıb. Müəllimin dindirilmə səbəbləri və nədə ittiham olunduğu barədə məlumat verilməyib. Qeyd edək ki, İrəc Ənsari bundan əvvəl mədəni dinc fəaliyyətlərinə, müəllim və tələbələrin həbsinə etiraz etdiyinə görə təzyiqlərə məruz qalıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əməkdaşlığa dair 3 sazişi təsdiqləyib. Bildirilib ki, sözü gedən sazişlər turizm, su ehtiyatları və baytarlıq sahələri ilə bağlıdır. Təsdiqlənən sahələr 15 noyabr 2024-cü ildə Bakı, 8 may 2024-cü ildə Ankara və 19 fevral 2024-cü ildə yenə də Ankara şəhərlərində imzalanmış əməkdaşlıq haqqında sazişlərə əsaslanır. Yaxın Şərq ölkələri İslam Respublikasının mövcudluğuna görə böyük təhlükə altındadır və onlar üçün əsas təhlükə İrandır. Bunu Amerika Prezidenti Donald Trump Fox News telekanalına müsahibəsində deyib. Trump bildirib, İslam Respublikası region ölkələrini mühafizəsiz göstərir, ancaq mən onları mühafizəsiz görmürəm. Çünki düşünürəm ki, biz dünyanın ən böyük ordusuna sahibik və biz hazırda onu heç kimin görmədiyi səviyyədə gücləndiririk. Amerika Prezidenti Donald Trump'ın köməkçisi Sebastian Gorka nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İran rəhbərliyinə fəlakətli nəticələr barədə xəbərdarlıq edib.
Mesaj çox aydındır. Biz İranın nüvə silahı proqramını saxlamasına icazə verməyəcəyik, deyə Sebastian Gorka bildirib. Gorka əlavə edib. Prezident də açıq şəkildə bildirib. Biz İranın terrorizmin ən böyük sponsoru olmağa davam etməsinə və bütün regionda proksiləri maliyyələşdirməyə, öyrətməyə və yönləndirməyə icazə verməyəcəyik. O, İranın bu fəaliyyətlərinə son qoyacağını ya da Donald Trumpın bildirdiyi kimi bunun fəlakətli nəticələri olacağı barədə xəbərdarlıq edib. Birləşmiş Ştatlar prezidenti Donald Trump hesab edir ki, İran neftlə zəngin olduğuna görə Tehranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etməsinə ehtiyac yoxdur. Trump bu barədə Abu Dhabiyə səfəri zamanı Fox News telekanalına müsahibəsində danışıb. Onların çoxlu nefti var. Əgər sizin sonsuz neft və qaz ehtiyatınız varsa, o zaman sizə dinc nüvə enerjisi nəyə lazımdır? Başa düşə bilmirəm. Trump hesab edir ki, nüvə texnologiyasından dinc məqsədlərlə istifadə ölkədə neft yoxdursa məqbuldur. Onun sözlərinə görə, İran dünyanın ən zəngin neft ehtiyatlarından birinə malikdir. O həmçinin bildirib ki, Amerika Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Düşünürəm ki, onlar razılığa gəlmək istəyirlər. Qeyd edək ki, Omanın vasitəçiliyi ilə Amerika və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün 4 raund danışıqlar aparıb. İran Xarici İşlər Nazirliyi mayın 11-də keçirilən sonuncu raunddan sonra bəyan etmişdi ki, sanksiyalar aradan qaldırılarsa, Tehran uranın zənginləşdirilməsinin həcminin və səviyyəsinin məhdudlaşdırılmasını Amerika ilə müzakirə etməyə hazırdır. Lakin nüvə proqramını dayandırmağa heç vaxt razı olmayacaq. Pakistanın baş naziri Şahbaz Şərif Hindistanla atəşkəslə nəticələnən hərbi qarşıdurma barədə danışarkən bildirib ki, müharibədə qalib gəlsək də sülh istəyirik. Hindistana qarşı əməliyyatın uğurunu qeyd edən baş nazir sülhün tərəfdarı olduğunu vurğulayaraq bildirib. Düşmənimizə dərs verdik, lakin təcavüzü pisləyirik. Bu regionun da digər bölgələr kimi firavan və müvəqqəti olmasını istəyirik. Bu ancaq gərgin əmək, yorulmaz səy və sülhsevər qonşular kimi yaşamaqla mümkün ola bilər. Şahbaz Şərif Kəşmir məsələnin həllinin bölgədə davamlı sülh üçün vacib olduğunu vurğulayıb. Biz 3 müharibə apardıq, lakin heç nə qazana bilmədik. İndi Pakistan və qonşuları bir araya gələrək sülhsevər qonşular kimi hərəkət etməli və illərdir davam edən problemləri aradan qaldırmalıdır. Qərb mediası Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin İstanbulda Ukrayna ilə danışıqlarda səsləndirdiyi iddia edilən tələbləri yayıb. Starmer Tiranada Avropa Siyasi Birliyinin sammiti zamanı deyib. İndicə Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşdük. Sonra isə bugünkü danışıqların gedişatını müzakirə etmək üçün Amerika prezidenti Donald Trumpla telefon danışığı etdik. Rusiyanın mövqeyi isə açıq şəkildə qəbul edilməzdir. Prezident Trumpla apardığı müzakirələrdən sonra biz indi cavabımızı uzlaşdırır və sıx koordinasiya edirik. Bunu davam etdirəcəyik. Starmer onu da əlavə edib ki, Fransa, Almaniya və Polşa liderləri Trumpa Ukrayna məsələsində məsləhətlər veriblər. Fransa prezidenti Emmanuel Macron da bugün Qərbin Ukraynada atəşkəslə bağlı yeni çağırışına Rusiyanın cavab vermədiyini deyib və bunu qəbul edilməz adlandırıb. Britaniyanın baş naziri Keir Starmer bildirib ki, London Ukrayna nizamlanması ilə bağlı Rusiyanın mövqeyi ilə razılaşa bilməz. Məlumata görə, atəşkəs danışıqlarında cüzi irəliləyiş fonunda Amerikalı senatorlar Konqresə Rusiyaya qarşı sanksiyaları təsdiqləmək çağırışlarını təzəliyiblər. Agentliyin məlumatına görə, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı əsas və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini 100 senat üzvündən 73-cü dəstəkləyir. Reuters qeyd edir ki, hər iki palata üzvləri qanun layihələri üzrə səs vermənin tarixini açıqlamayıblar. Amerika prezidenti Donald Trump Ukrayna ilə bağlı razılaşma olmadığı təqdirdə Rusiyaya qarşı yeni sərt sanksiyaların tətbiqinə icazə verib. Belə hörmətli tamaşaçılar, bugünə və bu həftəyə çatdıracağımız əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.